Yeni bir gündən hər kəsə salam. Necəsiz gözəl bacılarım? İnşallah ki, yaxşı olarsınız. Çox şükür, mən də yaxşıyam. Belə bir tortu hazırlamanın qüruru və də yuxusuz bir gecəsi var üzərimdə. Bunu da gətirdilər dünən, verdilər. İçərisinə yığdım tortu və burada hazırladığımız şokolad. Dedim bu gözəlliklərlə vloqa açılış eləyim. Gözümüz könlümüz açılsın. Allah xoşbəxt eləsin. İnşallah bir ömür boyu xoşbəxt olar. Sabir bəylə Zəhra xanım. Belə qızlar, kanalıma, evimə xoş gəlmisiniz. Dediyim kimi, dedim belə bir gözəlliklə açım videonu, başlayaq vloqumuza, günümüzə. Siz də bəri başdan videonu bəyənsəz sevinərəm. Tortu hazırladım, qutardım. Gecə də yatmadığıma görə, yatdım 1 saat, 2 saat. Yəni gecə olduğuna görə qabları yumədim. Gördüyünüz bu böyük qabların hamısı tortun kreminin, nə bilim, şantisinin, sosunun, osunun, busunun qablarıdır. Bir də ki, səhər yeyilən yeməklərin qablarıdır. Fikir verin, nə qədər də şantini israf eləmişəm, çox çalmışam kremi, artıq qaldı deyə üstünə yaxmalaşdırmadım. Şantisi çox olanda yaxşı dadmır. Dedim, eybi yoxdur. Atdım getdi şantini də. Hardasa bir yarım tort sıvayacaq qədər şantimiz qalmışdı. Dedim elə bunları hazırlayım, yuyum, təmizləyim, qoyum uşaqlar qalxmamışkən. Tortu səhər saat 10-a istəmişdilər. Mən də saat 3-də yatdım, 5-də də qalxdım, 6-ya işləmiş qalxdım ki, tezcə tortu hazırlayım, hazır olsun, bəs gəlib aparacaqlar. Qızlar, bunu da sizə göstərim. Bəlkə də aldığım tort ləvazimatlarının içərisində ən gərəksizi budur. Forma verə bilmirəm. Neçə dəfə bunu yoxlamışam. Hər səfərində səliqəsiz alınıbdır. Bir sözlə ona verdiyim pula heyf. Çox yəqin ki 3 manataza da almışam. Elə böyük pula da almamışam. Amma ki, niyəsə alınmır məndə, yaxşı alınmır. Hə, onu deyirdim. Tortu 13-ün istəmişdilər. Saat 6-ya işləmiş. Budilnik qurmuşam. 2 saat yatıb qalxmışam. Onu da ki, qalxdıqdan sonra saat hardasa 10-un yarısı idi. Yox, 10-un yarısı deyildi. Onu işləmişdi 5-10 dəqiqə. Şəkili atdım. Dedim ki, tort hazırdır. Gəlin aparın. Bəs saat 13-ün istəmişdi. Özü də demişdilər ki, bəs yolumuz uzaqdır, nə qədər tez olsa yaxşıdır. Mən də dedim, hə, yaxşı olar. Amma ki, gəlib götürəndə saat 12 idi. Qızlar, bu qablar da baxıram ki, içərisində nəsə iş görəndə, axşam da toyuq bişirmişdim axı. İş görəndə, sarı kök tökəndə sapsarı olur. Onu göstərirəm ki, bunlar da yenə saralıblar. Gərək bunlardan görsəm, dəstindən alım. Hardasa 4 dənə idi deyəsən, onu iç-içə dəst almışdım. Baxıram ki, sarı kökün izi qalıbdı. Belə kalçukların içərisində sarı kökün izi qalır. Boyasını deyəsən çox eləyirlər sarı kökün. Niyəsə hamısında iz qalıbdı. Bir dənə bu dəmirlər, şüşələr yaxşıdır. Onlarda iz qalmır. Dedim, buranı da təmizləyim, uşaqlar hələ qalxmamışkən. Ondan sonra keçim onların yeməkləri üçün evdədir, ikisi də biraz hazırlıq edim. Dünəndən süd çıxartmışam. Elə inci südü görəndən gah kakaolu süd içir, gah da ki deyir ki, mama pankek hazırla. Dedim, özün hazırla, nəsə hazırlamadı. Axır səhərsi gün dedim, uşaqlara da gətirim pankek hazırlayayım. Qabları da sildim, hamısını yerləşdirdim yerinə. Dedim, bunlar üçün hazırlayayım. 6-cı gündür də 6 bazardır. Bunlar üçün də fərqlilik olar. Belə qızlar, 2 yumurtadan istifadə elədim, 2 stəkan undan istifadə elədim, 1 vanil, 1 qabartma. Unu azlıq eləyərsə, biraz da əlavə eləmək lazımdır. Sonra baxdım ki, 2 xörək qaşığı pesok tökmüşdüm. Baxdım ki, pesoku da az olur, 1 xörək qaşığı da yenidən pesok əlavə elədim. Belə uşaqlar üçün hazırladım. Dedim, dəyişiklik olsun. Unu da az olsa, dediyim kimi, yenidən əlavə eləmək lazımdır. Baxdım ki, mən biraz az oldu hələ. Sonradan yenə əlavə elədim ununu. Bu məqamda yoldaşım da gəldi ki, kaşa istəyirəm. Evdə olanda o da kaşa istəyir. Dedim, yaxşı, sənə də kaşa hazırlayaram. Həm bunu hazırladım, həm digər tərəfdən başladım kaşa hazırlamağa. Bazar gününə belə başladıq. Günümüz belə başladı.
Dünəndən bəri heç nə çəkməmişəm. Əslində dünən tortu verdim. Buralar da bulanıb. Buranı sildim, oranı silmədim. Dünən tortu verdim. Sonra özümə güvənməsəm də zincir qırılmasın deyə çıxdıq gəzintiyə, yürüyüşə çıxdıq. Gəzintiyə yox, yürüyüşə çıxdıq. 1 saat yarım gəzdik. Yenə 10.000 addımı tamamladıq. Gəldik, sonra da elədim. Sonra axşam yeməyi zat nəsə belə heç bir şey də çəkə bilmədim. Yuxusuz uyudum. Tortu verəndən sonra da hardasa bir yarım saat, 1 saat yatdım, yatmağa çalışdım. Axır heç nə. Əslində bugünün açılışını elədim. Kaşa bişirdim, pankek bişirdim. Biraz da onlardan çəkdim. Dünən bacımla danışdım. Dedi ki, bəs çıxaq. Aylıq görüş vaxtımız çatıbdı. Dedi ki, çıxaq. Onun alacaqları var. Dedim çıxaq. Hə. O da dedi ki, tortun zadı yoxdur ki, birdən tortun olar. Bəs işin olar da başqa günə saxlayaq. Dedim var bir dənə tortum, sən narahat olma. 3 dənə tort gəlsə də sən dedim, daha doğrusu dedim sən gələnə qədər Zabratdan mən 3 dənə tortu da hazırlayıb gələrəm. Onlara uzaqdır Əcəmi, bizə yaxındır. Buradan bura avtobusla getmək olur 1-30 dəqiqəyə. Hə, dedim hazırlayıb gələrəm. Bunu yaxşı manifestləmişəm. Bir dənə də tort gəldi. İndi yürüyüşə çıxanda gedim onun şeylərini, şəkillərini çıxartdırım. Bir də ki, torta qərar verim. 3 kiloya yaxın tortdur. Onu neçə yumurtadan hazırlayacağım. Qızlar, 6 yumurtadan 2 kiloqram tort çıxır. 2 kiloqram 200 zad belə tort çıxır. El olur 2 kiloqram 400 olur. O da üstünün şəkər xəmiri bəzəyi varsa ondan asılıdır. Şəkillidirsə yox, elə 2 kilo 100 qram zad belə çıxır. 7 yumurtadan 2 kiloqram yarım çıxır. Keçən səfər TikTokda da bu böyük bir müqayisəyə səbəb olmuşdu. Qoymuşam ki, bəs 2 kiloqram yarımlıq tortu 5 yumurta ilə hazırladım. O da kitab tortuydu da. Üstünün şəkər xəmiri, qıraqlarının şəkər xəmiri var. İstər-istəməz ağırlıq verir torta. Biri yazıbdı ki, yox, siz nə danışırsınız? Özü də yazanda tort ustasıdır. Nə danışırsınız? 5 yumurtadan çıxmaz. Sonra o birisi də yazıbdı ki, mən düzmü başa düşdüm, 5 yumurta mı dediniz? O birisi də yazıb, yox, bu Ovalex istifadə edir. 100% bunun içərisində qatqı var, ona görə belə. İnanırsınız, bu günə qədər bir dəfə olsun Ovalex almamışam. Heç almaram da. Mən niyə halal qazancıma şey qatım ki, haram qatım ki? Onu sexlərdə edirlər. Bir damcı tökürlər, yekə bir 30 yumurtalıq məsəl üçün biskvit salanda onun içərisinə tökürlər, elə hazırlayırlar. O da nəyə görə onu atırlar? Həm biskviti bərkiməsin deyə. Nəyə görə? Normalda bərkimir. 1-2 gün biskvit bərkimir. Amma bunlar vitrin tortu hazırlayırlar deyə. Vitrində də özünüz bilirsiniz də bir 4 gün, 5 gün qalır. İnanırsınız, biz hətta hazırlayanda sexdə öyrənmişəm də mən bu işi biz gedəndə o karantinanın möhkəm vaxtı. Biz gedəndə hələ o evdən çıxma yasaqları qoyulmamışdı. Hələ biz onda gedirdik karantina dövründə. Gedəndə inanırsınız vitrində tort qalırdı, alınmırdı. Gətirirdilər. Məsəl üçün mağaza buradaydısa, sex mağazadan 2 bina o birisi tərəfdə idi. Bir də görürdük, gətirdi müəlliməmiz əlində bu tortlar alınmır. Üzünü qəşəng sıvıyırdı, yenidən ona bəzək keçirdi, fərqli bir bəzək. Yenidən qoyurdular vitrinə. Yəni belə şeylər var. O tortlar orada bərkiməsin, pis günə qalmasın deyə Avalex vururlar, xarab olmasın deyə. Nəysə, indi tortun birini 7 yumurtadan çalacağım, birini də ki 6 yumurtadan çalacağım. Görək sabah səhər ikisini də hazırlamalıyam. Düzdür, elə də lap tezdən istəmirdilər, amma mən gedəcəyimə görə ikisini də hazırlayım, elə gedim. Yumurta aldırdım, un aldı yoldaşım. Bu gerek heç bilmirəm nə unudu, buradan mağazadan aldı. Bugün də bir şey çəkməmişəm, yenə də dedim olsun, gətirim bir açılış edeyim. En azından nəyimsə olsun da kanala qoymalı. Sabah da vlog yükləməliyəm, amma heç nə yoxdur ortada. Tortun hazırlanması var. Tortun hazırlanmasını çəkmişəm. Nöqtəsinə virgülünə kimi 2 kiloluq 2 mərtəbə tortun yığılması. Axırda inşallah onu izləyərsiniz. Yürüyüşdən qaydanda Posyolka Kirovda yerləşən bu Kövsər tort ləvazimatlarına gəldik. Baxın qızlar, hazır figurlar var. Qızıl güllər də var, şaxta babalar. Sonra gördünüz də orada kuklalar var idi. Qoyub hazırlayıb satırlar. Üstündə də qiymətləri var idi. Gördünüz yəqin ki, neçə vaxtdır bura gəlmirəm. Buranın vitrinini də çəkmirəm sizə. Dedim sizə də maraqlı olar, çəkim. Baxın, Barbili tortlar üçün Barbie'dir, yarımçıq. Sonra lentləridir, çəmbərləridir. Hər rəng lent burada da var.
Belə qəşəng düzüblər, səliqə ilə satırlar. Şəkil verdim, şəkil çıxarılana kimi dedim bir mən də burada çəkim sizin üçün. Mənə də belə bir qızıl gül lazımdır. Baxdım ki, bunun üstündə boşda durur. Göstərdim müəllimə. O da dedi ki, arxada təzələri var. Ged oradan götür. Gedirəm indi qızıl gül tapmağa. Burada da divara belə bərkidiblər gülləri. Hansı gül istəsəz götürə bilirsiniz. Pulla yəni. Burada da təkcə belə qönçələr var. Açılmış güllər var. Üstündə də qiymətləri görünür. Buradan bir dənə gül seçdim, tapdım. Bir dənəsini götürmüşdüm. Ağ. Baxdım ki, çox ağdır. Suni gülə çox oxşuyur. Dedim bir buradan normal rəngli birini tapım. Getdik, gəldik yürüyüşdə. Onda da ki, getdim tort ləvazimatlarını oradan belə şəkil çıxartdırdım. Yəni də başqa şəkillər, daha bir insan şəkildir deyə göstərmirəm. Karutka aldım. Qabartmalarım qutarmışdı. Qabartma götürdüm. Bir dənə belə qızıl gül götürdüm. Belə oturdum, qırxa karutka götürdüm. Tortu qoymaqdan ötürü. Gətirim biskvitləri qoyum, salım tez hazırlayayım. Bu səfər ritmimiz niyəsə aşağı idi. Düzdür yeridik, amma 10 mini tamamlaya bilmədik. 10 mini tamamlaya bilmədik. 900, baxıram indi sayğaca 960 addım yerimişəm. Bunları da yığışdırmadım ki, biskviti hazırlayacağım. Elə oturaturunda qalsın yumurtalarım. Həmçinin ondan da istifadə edəcəm. Gətirim, başlayayım tortları hazırlamağa. Axşam yeməyi də hələ hazırlamamışam. Fikirləşirəm ki, nə hazırlayayım. Biraz qiymə var idi. Onu çıxartdım. Görək nə edirik. Dünən dırnaqları sökdüm. Mənim dırnaqlarım tez uzanır deyə buralara gəlmişdi. Baxdım bir dənə baş barmaq özü düşdü. Bu birisiləri də belə altdan birazca qaldıranda hamısı töküldü. Baxıram ki, dırnağım necə zədələnib. Burada da görürsünüz, üstü dığır-dığırdı. Adi lak qoydum, o da tezcə gedir. Dünən qoymuşdum, bunu zərr elədim. Qırmızının üstdən çəkdim. Bunlar da belə. Amma əvvəl bu rəng xoşuma gəlirdi, indi baxıram xoşuma gəlmir. Doğrudan da insan getdikdə zövqü dəyişir. Hələlik bunu çəkdim, dedim dırnaqlar nazilib, biraz uzansın, buraları bərkisin. Sonra öz dırnaqlarımın üstündən lak qoyduraram. Qəşəng çox qırmızı rəng istəyirəm, yeni ilə uyğun. Görək nə vaxt qoydururam. Xanımlar, keçək nəhayət ki 2 mərtəbəli tortun hazırlanmasına, yığılmasına. Alt hissəsini 6 yumurtadan vurmuşdum. Üst hissəsini 4 yumurtadan, 21'in 16 cm üstü idi, 6 isə 6 cm idi. Gördüyünüz kimi ortasına dayaq çubuğunu qoymuşam, qalın kalçukdan olan dayaqdır. Onu qoydum tən ortasına. Bu iki tortu bir-birinə birləşdirəcək. İndi isə altlıqları yerləşdirirəm. İçərisinə gördüyünüz kimi turbuçkalardan dirəklər qoyuram deyim də, belə üst mərtəbəni tutsun deyə. Bunlar mütləqdir. Bunlar olmayanda tort istər-istəməz yatır. Birinci mərtəbə əyilir ya içinə batır. Axır nəysə bu turbuçkalar mütləqdir. İminli tortun içi üçün satılır bunlar da. Tort ləvazimatlarında gördüyünüz kimi tortun biskvitin boyu hündürlükdə kəsirəm. Nə hündür olmamalıdır, nə alçaq olmamalıdır. Bunlarda hündürlük, alçaqlıq olarsa tort bir tərəfə yata bilər. Bir-bir bunları kəsirəm, salıram içərisinə. Bunun da əsas üst mərtəbənin diametrində olmalıdır, ondan böyük olmamalıdır. Böyük olarsa təbii olaraq ki, üst mərtəbəni tutmayacaq. Əsas odur ki, üst mərtəbənin padlonunun altına gələcək şəkildə olsun. Hardasa bir 5 dənə, 6 dənə belə turbuçka taxdım alt mərtəbəyə. Şotku ilə üstündən bəzəyini verirəm. Silikon şotku ilə bu şəkildə yavaş-yavaş buranı da yeyinləşdirmədim ki, dəqiq baxasınız. Belə bu şəkildə alt mərtəbənin bəzəyi belə sadədir. Bəzi qalan yerlər var, oradan yenidən keçirəm. Gördüyünüz kimi belə oldu. Dəqiq görünmür, amma işıq zəif olubdu. Dalğalar düşdü tortun üzərinə. Üst mərtəbəni hazırlamışam, çevirirəm digər üstünə. Gördüyünüz kimi o 16 santimetrlik padlon almışdım qızılı. Onun ortasını tort üstünə qoymamışdan ortasından deşik açmışam. İndi onu qoyacağım tortun üzərinə.
götürdüm. Ortasında dediyim kimi tən ortasında deşik var. Yavaşca əlimlə hiss eləyərək o deşiyi yerləşdirirəm. Böyük orta dirəyin üzərinə tortu yavaşca belə basıram. Yerləşdirirəm. Birinci mərtəbənin üstünə. Burada da tortun biskvitinin üst tərəfinə eləyirəm ki, tam belə turbuçka qırağa çıxmasın. Belə oldu tortumuz. Keçdim sıvamağa. Bunu sıvayıb da qoymaq olar. Amma mən üstündə sıvadım. Qoyanda dedim birdən demək olmaz. O yan bu yana əyilər. Əlimlə düzəltməli olaram. Ona görə sonradan sıvayıram üstünü. Bu arada tortun üstü şantidir. İçərisi də qaymaq kremləndir. Keçdim bəzəyinə. Muncuq bəzəyindən istifadə elədim. Nümunədə belə idi. Nümunədə necədirsə xanımlar, yəni tortu o şəkildə hazırlayırıq. Biz özümüzdən nəsə artırıb əysildə bilmirik. Hə, müştəri deyirsə bu olmasın ya burasında əlavə nəsə olsun, onda müdaxilə eləyə bilirik torta. Amma belə normalda tortun nümunə şəklini atırlar. Yəni orada necədirsə elə eləyirəm. Bunda nəyə görə belə açıqlayıcı verirəm? Bir xanım yazıb adaşım. Bacı və tort ürəyin bir tərəfinin niyə gülü yoxdur? Gül çatmadı mı? Allah səni güldürsün Nərgiz. Nə qədər güldüm mən buna. Yox, çatdı. Amma ki, nümunədə belə idi. Yəni, nümunədə nə var idisə, onu da hazırladım. Gördüyünüz kimi, o iki yerindən çiçək simi birləşdirmişdim çələngimizə. Onunla tortun üstünə sabitlədim. Düşməsin deyə çələngimiz. İndi də üzərinin lazer kəsimini yerləşdirirəm. Bunu da çalışıram ki, tən ortasına yerləşdirim. Tort yaxşı görünsün. Tortun çəkisini də deyim. Ümumilikdə 4, bir də ki 6, 10 yumurtadan istifadə elədim. Tortumuzun çəkisi də oldu 3 kiloqram 980 qram. Bu şəkildə çıxartdırmışdım, sizə göstərmişdim. Arxasına şəkər xəmiri verdim. Üzərinə belə yenə muncuq şəklində çıxartdım şəkər xəmirini. Qoydum tortun kənarına. Qızlar, belə böyük muncuğum olmadığına görə şəkər xəmirini yumurladım. İçərisinə mirvari tozu tökdüm. Onu belə çaşqanın içərisində yuvarladım. Oldu zərli muncuqlar. Bu hazırladığımız şokolad korobkasıdır. 36 dənəlik. Bu da tortumuzun son halıdır. İkisi birlikdə sifariş gəlmişdi dediyim kimi. Eyni adamınkiler idi. Hazırladıq, verdik, getdi. Allah xoşbəxt eləsin. Bugünlük məndən də bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə videonu bəyənməyi. Bura kimi izləyən bacılarım, rəylərə də bir dənə ağ çiçək buraxsa sevinərəm. Görüm kim hara kim izləyir. Hələlik sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun.